آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Qeyd elədik ki, göy cisimlərində baş verən o dəyişikliklər ki vardı, biri digərinin ardınca gəlir, ya qarşı-qarşıya dayanır, nə bilim hansı mövqeyini tutur, hansı orbit üzərində hərəkət edir. Bunların yerdəki insanların həyatına təsirin qəbul eləmək də neçə cürdür. O göydə gedən prosesləri yerdəki hadisələrlə bağlamaqda neçə cürdür. O rabitəni dəyərləndirmək neçə formada təsəvvür oluna bilər. Əl-əvvəl, əl-istiqlal fit-təsir. Təsirdə müstəqildir. Filan ayla, filan ulduzla filan ulduz qarşı-qarşıya dayandısa, bu il məsələn deyə bazarlar dəhşət od tutub yanacaq, hər şeyin qiyməti qalxacaq. Məsələn, və bazardakı qiymətlərin təsiri birbaşa həmən ulduzlarda görür. Allahdan əmri, mələklərə yox, birbaşa bağlayır kimə? Həmən o ulduzların hərəkətinə. الاستقلال في التأثير بحيث يمتنع التخلف عنها امتناع تخلف المعلول عن العلة العقلية. Belə ki, əgər həmən o ulduzlar o formada dayanmasaydılar, dediyimiz kimi, misal, həmən o bazarda qiymətlər bahalaşmayacaqdı. Çünki bahalaşmanın birbaşa əqli illəti ulduzların həmən mövqedə dayanmasıdır. Birbaşa ona bağlayır. Əqli illətin, əqli məlulun arasında olan rabitə kimi, necə ki, illət tamamlandısa, məlul tamamlanmalıdır, məlul baş verməlidir, məlul vücuda gəlməlidir və əgər illət yoxdursa, onda məlul da vücuda gələ bilməz. Bu cür illə əqliyə ilə məlul əqli arasında olan rabitə kimi görülür. Tam müstəqil şəkildə o illət, yəni ulduzların, nə bilim, göy cisimlərin hərəkət istiqaməti, qarşı-qarşıya dayanması tam şəkildə müstəqil təsir qoyur yerdəki hadisələrə. Və zahiru kəsir minəl ibarət kövnü həzə küfrən. Əksər füqahanın, əksər müştehidlərin nəzəri budur ki, bu etiqadla yanaşarsa bir münəccim, bu kafirdir artıq. Çünki Allah qalıb bir tərəfdə, deyir ki, ulduzların hərəkəti filan kəsi xoşbəxt elədi, filan kəsi bədbəxt elədi, qiymətləri qaldırdı, neynədi. Bu artıq Allahı, belə deyək də, rububiyyət və tədbir mərhələsində yox görmə hökmünə gəlir. Allah nəuzubillah qalıb bir tərəfə, ulduzlar, aylar, nə bilim, günəşlər öz hərəkətlərinə birbaşa təsir qoyur. Bu küfürdür. Əksər alimlərin nəzərində küfürdür. İndi buradan başlayır alimlərin bir-bir nəzərlərini gətirməyə. Qalə Seyyidul Murtada rahimehullah fima hukiyə anhu. Deyir ki, Seyyid Murtaza rəhmətullah əleyhdən nəql olunur. Fima hukiyə anh. Yəni özüm kitabında o deməkdir. Fima hukiyə anh. Yəni o yerdə ki, ondan hekayət olunub. Yəni özüm kitabını oxumamışam. Hansısa bir başqa alimin kitabında Seyyidin sözünü belə gətiribdir. Və keyfə yəştəbihu alə muslimin butlanı əhkami təncim. Necə ola bilər ki, bir müsəlmanın ulduzların barəsində hökm çıxartmağın batilliyinə elmi olmasın? Necə məsələ onun üçün qarışıq olsun? Və qəd əcmə'əl muslimunə qədimən və hədisən alə təkzibil münəccimin. Hansı ki, bütün müsəlmanlar, sünnisi, şiəsi, digər məzhəblər, bütün məzhəbləri ilə bütün müsəlmanlar münəccimin sözünə, yəni qədimdən hədisə qədər, yəni Peyğəmbər əsrindən tutdu ta sonraki mərhələlərə qədər, Seyyidin vaxtında da, yəni Peyğəmbərdən 400 il sonra yaşayırdı Seyyid Mürtəza. Qədimdən hədisə qədər bütün müsəlmanlar münəccimləri yalancı sayıblar və şəhadət bi fəsadi məzhəbihim və şəhadət veriblər ki, onların məzhəbi tutduğu yol batil yoldur, fasid yoldur. Və butlan əhkamihim və dediyi o nəzəriyyələr ki vardı, filan şey saadətə səbəb olur, filan şey bədbəxtliyə səbəb olur, göy cisimdəki filan hadisələr yerdə filan təsirlər törədir. Bu çıxartdığı hökmləri də batil biliblər, bütün müsəlmanlar icma eləyiblər. Belə olan halda, əgər bütün müsəlmanlar münəccimi təkzib eləyiblərsə, necə onun sözünü qəbul eləmək olur? O 100% onun sözü rədd olunacaq və bu əməli də küfürdür.
Və ma'lumun min dinir Rasul darurətə təkzib ma yəddəihil münəccimun. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin dinindən və ma'lum min dinir Rasul darurətən bu haldır. Və ma'lum min dinir Rasul təkzibudur, xəbərdir. Təkzibu ma'lumunun, daha doğrusu belə deyək də, ma'lumun xəbər müqəddəmdir, təkzibun onun mübtəda müəxxəridir. Darurətən də nədir? Haldır. Yəni təkzibu ma yəddəihi ma'lumun min dinir Rasul darurətən. Əslində cümləni rahat qursa bu cür olacaqdır. Peyğəmbərin dinindən zəruri halda, yəni heç bir şübhə qəbul etmədən yəqini halda məlumdur ki, nəy məlumdur? Təkzibu ma yəddəihi əl-münəccimun, münəccimlərin iddiasını yalan saymaq zəruri məsələlərdəndir, məlumdur. Və yaxud da ki, mümkündür başqa cür erab elə bilərik. Deyərik ki, məlumun ismi məf'uldur. İsmi məf'ul bəzi hallarda öz feilinin işin görər. Bu daha yaxındır erabda. Deyək ki, məlumun yəni yu'ləmu. Onda təkzibu naibul fail olacaq məlumun ismi məf'ulu üçün. Çünki bəzi hallarda qeyd elə bilər ki, bir sıra halətlərdə ismi fail, ismi məf'ul ya əfəl-ü təfsilyə hər hansı müştəqqat ki, qabiliyyəti var özünə fail götürməyə, sifə müşəbbə kimi, ismi fail kimi, ismi məf'ul kimi bu cür müştəqqat eləyə bilər ki, feilinin yerində otursun, feili kimi özünə fail və yaxud da ki, naibi fail, yaxud da ki, məf'ulun bih götürsün. Burada da məlumun ismi məf'uldur. Öz feilini, yu'ləmu feilinin yerində oturub elə bil ki, təkzibi olacaq naibi fail. Onda təkzibu naibi fail olacaq məlumun ismi məf'ulu üçün, o daha yaxşı olacaq irabda. Və məlumun nə məlumdur? Təkzibu ma yəddəihil münəccimun. Münəccimlərin iddia etdiğini yalan saymaq məlumdur. Harda məlumdur? Min dinir Rəsul, Peyğəmbərin şəriətində məlumdur. Darurətən, yəqinən. Vəl izra aleyhim, yəni onlara eyib tutmaq, onları aşağılamaq, onları təhqir eləmək və təciz ləhum, onları aciz qoymaq, onları pərt eləmək. Peyğəmbərin şəriətindən zəruri şəkildə bəllidir ki, hər bir müsəlman münəccimin dediklərini yalan saysın, onlara eyib tutsun, onları aşağılasın və onları aciz qoysun. Və fir rivayət anhu sallallahu aleyhi və alihi və səlləm ma la yuhsa kəsrətən. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən çox saylı, yəni o qədər çoxdur ki, yəni sayılmaqla qurtarmayacaq dərəcədə rivayətlər var. Ma la yuhsa kəsrətən, yəni çox olduğu üçün sayılmaq həddindən yuxarıdır. Təbii ki, mümkündür Seyyidin bu sözündə mübaliğə vardır. Nə qədər rivayət ola biləcək? Denən məsələn deyək 200 dənə, 300 dənə ondan yuxarı olmayacaq. O da sayılan bir şeydir. Sanki mübaliğə ilə, yəni mübaliğə də caizdir bu cür məsələlərdə. Ki, şişirtmə formasını deyir ki, təsirli olsun. Və kəza an uləmay əhli beyti və xiyar əshabi. Və həmsinin də Peyğəmbərdən sonra gələn Peyğəmbərin yerində oturan xəlifələri, uləma əhli beytihi, məqsəd məsum imamlardır. Və xiyar əshabihi və onun sevimli, seçimli səhabələrini, Peyğəmbərin həm əhl-i beytindən, həm səhabələrindən Səlman kimi, Miqdad kimi, İbn Abbas kimi, İbn Məsud kimi və digər böyük səhabələr ki, Peyğəmbərlə birgə olublar və yalançı fırıldaqçı olmayıblar. Onlar da Peyğəmbərin hədisləri timsalında öz sözlərini buyurublar, imamlar da hədislər buyurublar ki, münəccimin sözü yalan sayılmalıdır. Və məştəhərə bihəzihi şöhrə fi dinil İslam və o məsələ ki, yəni o məsələ münəccimi yalan saymaq, münəccimin dediyi hökmə inanmamaq və məştuhirə bihəzihi şöhrə münəccimin sözünü yalan saymaq ki, bu qədər müsəlmanlar arasında məşhurlaşıb fi dinil İslam, İslam dinində keyfə yufti bi xilafihi. Necə ola bilər ki, bunun xilafına bir alim gəlsin, fətva versin? Kim? Muntəsib iləl millə, hansı ki özün İslam dininə nisbət verən, özün İslam dininin bir fərdi sayan bir alim necə o işin caizliyinə fətva verə bilər? Və musallin iləl qiblə, qibləyə üst tutub namaz qılan bir alim necə ola bilər ki, münəccimi sözünü təsdiqləməyə icazə versin? İntəhə.
Mümkündür Seyyid Mürtəza Rıdvanullahi aleyhin zamanında, burada qeyd eləməyib şarihdə, kimə işarə eləyir. Mümkündür Seyyidin zamanında hansısa bir müştehiddir, sünni müştehid imiş, ya müştehid imiş bilmirəm. Ehtimal var ki, qayıdıb deyib ki, münəccimin sözün təsdiqləmək olar və göy cisimlərinin yerdəki hadisələrə təsirin qəbul etmək olar, müstəqil təsirin. Və Seyyid də sanki qəzəblənib ki, özün Peyğəmbər ümmətindən sayan, üzün qibləyə tutub namaz qılan bir şəxs bu qədər hədislərdən sonra, bu qədər səhabələrin sözündən sonra, Əhl-i Beyt əleyhissalamın rivayətlərin, hədislərindən sonra necə özünə cürət versin ki, desin ki, bu iş caizdir. Yəni, müsəlman sayan, özün müsəlman sayan bir şəxs bu səhvi eləməz. Və qaləl-əllamə, Əllamə Hilli Rıdvanullahi aleyh fil Muntaha, Muntaha kitabında belə deyir. Ba'dəmə əfta bi təhrimi təncim, münəccimliyin haramlığına fətva verdikdən sonra belə deyir. Və təallumin nücum, nücum elmi, yəni astrologiyanı, münəccimliyi oxumaqda, təlim almaqda haramdır. Necə? Mə i'tiqadən nəha müəssirətun. Bu etiqadla ki, o göy cisimləri, yerdəki hadisələr təsir edir. Əv ənnə ləha mədxələn fit təsiri fin nəf'i və dar. Yaxud da ki, etiqad bəsləsə ki, insana yetən xeyir və şərdə, yəni fayda və ziyanda göy cisimlərinin payı vardır, dəxaləti vardır. Bu etiqadla nücum elmini oxumaq haramdır. Və bil cümlə kullu mən i'təqədə rabtal hərəkatil nəfsaniyyə və tabiiyyə bil hərəkatil fələkiyyə və ittisalatil kəvkəbiyyə kafirun intaha. Deyir, hər kəs bu etiqadla yanaşsa ki, rəbtul hərəkati nəfsaniyyə, insanın nəfsani halətlərin və təbii halətlərin bağlasa göy cisimlərinin hərəkətlərinə, onların fırlanmasına, duruşuna, nə bilim, hansı mövqedən çıxıb, hansı mövqedən batmasına və ittisalatil kəvkəbiyyə və göydəki o planetlərin, ulduzların yaxınlaşmasına bağlayarsa, nəfsani halət nədir? Məsələn, deyək ki, sən bədbəxt olacaqsan, məyus olacaqsan, hara getsən, əlin boşa çıxacaq, nə bilim, neynəyəcək, ya xoşbəxtlik tapacaqsan. Təbii halət, ya məsələn, yağış yağacaq, nə bilim, filan şey bol çıxacaq. Bir var deyək, elmi əsaslara söykənsin, dedik, o caizdir. Bir də var elə belə, filan ulduzdan yana gəldi, heç bir ulduzdan əlaqəsi yoxdur. Birbaşa təsir budur ki, yer üzündə məsələn filan təbii halət, vulkanlar baş verəcək, nələr baş verəcək. Bir var elmi hesablamalara görə desin ki, deyək, cazibə və dafiyə qüvvəsi filan şeydir. Bir də var yox, deyil, ulduzların ucur dayanması təsir göstərəcək. Bu şeyləri insanların nəfsani və yaxud da ki, təbii hərəkətlərinə, ya hökmən deyil ki, insan, heyvanların belə hərəkətlərinə əgər təsirin qəbul eləyirsə, kafirun, bu şəxs kafirdir. İntaha, sözü qutardı. Və qalə şəhidu rəhiməhullah fi qəvaidihim. Şəhid əvvəl də Qəvaid kitabında belə buyurub. Kullu mən i'təqədə fil kəvakib ənəha müdəbbirətun li hadəl aləm və mucidətun ləhu fəla reybə ənəhu kafirun. Hər kəs etiqad eləsə ki, kəvkəblər, bu planetlər, göy cisimləri müdəbbirətun li hadəl aləm, bu aləmin tədbirin tökməkdə müdəbbirdir, o tökür, proqramıncısıdır. Ulduzların, nə bilim, ayların, günəşlərin, nə bilim, göy cisimlərinin hərəkəti bu aləmin proqramıncısıdır. Bu etiqadla yaşayarsa və mucidətun ləhu, yaxud da ki, bu şeyləri dünyada, bu aləmdə baş verənlərin yaradıcısıdır ulduzlar, göy cisimləri, fəla reybə ənəhu kafirun, heç şübhəsiz ki, o kafirdir. Və qalə fi cami'il məqasid, Şeyx Əli Kərəki, mühəqqqiq-i-thani, Cami'il məqasidində belə deyir. Və'ləm ənə təncimə mə etiqadin nücum təsirən, bil ki, əgər bir insan etiqad eləyirsə ki, ulduza etiqad eləyir. Necə etiqad eləyir? Ənə etiqad, mə etiqad ənə lin-nücumi təsirən. Bu etiqadla ki, ulduzların yerdəki hadisələr təsiri var, fil mevcudat-ı sufliyə. Nəyə təsiri var? Yerdəki məxluqata, insana, heyvana, bitkilərə. Vələv əla cihətil mədxəliyyə, tam illət olmasa da, yəni cüz'ül illədir, mədxəliyyə, yəni dəxaləti vardır, tam illət olmasa da cüz'ül illədir. Əgər onun hətta cüz'ül illə olmağını qəbul edirsə, bu iş həramun,
Ve keza taallümün nucum ala hazen nahv. Eğer bir insan bu etiqadla bu elmi, yani astrologiya ilmin, bu müneccimli ilmin okuyarsa, bel hazel i'tiqad fi nefsihi kufrun na'udzu billah. De ki bu ilmi, bu əqideyi oxumaq ki, göy cisimlər, yerdəki hadisələrə, insanların xoşbəxtliyinə, bədbəxtliyinə, xeyir tapmağına, şər tapmağına birbaşa ya cüz'ülillə kimi təsir eləyirsə, bu elmləri bu cür oxumaq və bu etiqadla yaşamaq öz-özlüyündə küfürdür. Allah pənah aparır. Bəl hazəl i'tiqad fi nəfsihi kufrun. Bu etiqadı beyində daşımaq, qəlbdə daşımaq özü küfürdür. Hətta oxumasa da belə bu etiqadla ki, ulduzların yerdəki hadisələr təsiri var. Bu küfürdür. Nəuzu billah. İntaha. Ve kâle şeyhunel Behai. Şeyh Behai rıdvanullahi aleyh böyle deyib. Ma za'amehu'l muneccimun min irtibati ba'dil havadis es-sufliye bil ecramil ulviyye. O etiqad ki, müneccimlər onu özlərinin o zəm ki var, etiqad deməyək. O yanlış güman ki, müneccimlər ona inanırlar. Nədir o müneccimlərin yanlış gümanlarına söykənməyi? Nədən ibarətdir? Min irtibati ba'dil havadisi sufliyyə, aşağıdan yerdə bəzi hadisələrin baş verməsinin irtibatı var, rabitəsi, əlaqəsi var. Bil əcramil ulviyyə, göy cisimləri ilə. Göy cisimləri, göydə filan hərəkətlər eləməklə, dövrə vurmaqla, qabaq-qabağa dayanmaqla, ya biri digərinin ardınca orbiti əsasında hərəkət etməyinin yerdə olan hadisələrə təsiri var. Müneccimlər buna inanırlar. Bu şeyx buyurur ki, bu zəmdir, yəni yanlış düşüncədir. İn zəmu ənəha hiyəl illəl müəssirə fi tilkəl havadis. Əgər güman eləsələr, o güman yəni sanki inanırlarsa ki, hətta yalansı inancda olsa, bu inancla yaşayırlarsa ki, o göy cisimlərinin təsiri var yerdəki hadisələrə bil istiqlal, müstəqil şəkildə, yəni nəuzubillah, Allah qalır bir kənara, ulduzların hərəkəti insanı xoşbəxt eləyir, bədbəxt eləyir, müharibədə qalib gətirir, xəstələndirir, sağaldır, nə bilim, neynir, müstəqil şəkildə ulduzların hərəkətləri təsir eləyir. Əv ənəha şərikətun fit təsir, yaxud da təsirdə şərikdir. Yarısını Allah eləyir, yarısını o. Yəni Allah şərik qoşurlar. Fəhəzə la yəhullu lil muslim i'tiqaduh. Bil ki, müsəlmana caiz deyil ki, halal deyil ki, bu etiqadı fikrindən keçirsin belə. Və ilmun nucumul mubtana ala hada kufrun. Və o ilmin nucum, o nucum elmi ki, bunun üzərində qurulur, yəni bu etiqadın üzərindəki göy cisimlərinin ya müstəqil təsiri var, ya da ki, cüz'ülillah olurlar, təsir eləyirlər. Bu etiqad kufrun, bu kafirlikdir, insanı kafir eləyər. Və ala hada, deyirlər buna görə də, həmələ ma vərədə fil hədis anit təhzir min ilmin nucum, deyir hədisdə ki, məsumlar salamullahi aleyhi məcməin buyurublar ki, nücum elmindən qaçın, ondan uzaq gəzin, barəsində olan rivayətləri həml eləyib nəyə? Və nəhyəni etiqad sihhətihi. Və nəhy ki gəlibdir, onun səhilini etiqadı həml eləyib bu mənasına. Və alə hada, bu dediyi mənaya həml eləyib nəyi? Yəni, və alə hada, yəni həmələ alə hada. Hədisdə ki gəlibdir ki, nücum elmin öyrənməyin, onun uzaq gəzin və nəhy eləyib buna etiqad bəsləməyi, həml eləyib bu mənasına ki, insan müstəqil şəkildə onların təsirini və yaxud da ki, mədxəliyyətini, cüz'ül-illə olmağın qəbul eləsin. İntihə. Şeyx Bəhain də sözü qutardı. Və qalə fil bihar la niza'a beynəl ümməti fi ənə mən i'təqədə ənəl kəvakibə hiyəl müdəbbirə lihədəl aləm vəl xaliqətə lima fihi minəl həvadis vəl xeyri vəl şər fə innəhu yəkunu kafirən aləl itlaq. La niza'a beynəl ümmə. Ümmət arasında heç bir çəkişmə yoxdur. Yəni, hamısı qəbul eləyib. Ümmətdir, təkcə şiələrdən danışmır. Özün Peyğəmbər ümməti sayın hər bir müsəlman alimi bu etiqaddadır ki, nədir o etiqadları müsəlman alimlərinin? Hər kim, fərqi yoxdur, sünnidir, şiədir, özünü nə sayır saysın. Əgər bu etiqadla yaşayırsa ki,
göy cisimləri, ulduzlar, planetlər hiyəl müdəbbirə li hadəl aləm. O göy cisimləri bu aləmin tədbirini tökəndirlər, proqramın cızandılar, idarə edicidirlər. Vəl xaliqəti lima fihi minəl həvadis. Və bu yer kürəsində ya başqa planetlərdə baş verən hadisələrin yaradıcısı göydəki ulduzlar, göydəki planetlər, galaktikalardır. Vəl xeyr və şər, xeyri, şərri yaradan o göy cisimləridir. Hər kəs bu etiqadla yaşasa, fə innəhu yəkunu kafirən aləl itlaq. O mütləq şəkildə, yəni heç bir qeydi, şərti olmadan mütləq şəkildə o həmən şəxs kafir olar, əgərsə bu etiqadla yaşayarsa. Seyyid Kələntər rıdvanullahi aleyh bu aləl itlaqa təliq vurur. Buyurur ki, el-murad minəl itlaq huna huvel kufr el-mutlaq. Mütləq sözündən, itlaq sözündən Əllamə Məclisinin rıdvanullahi aleyhin məqsədi budur ki, huvel kufrul mutlaq. Mütləq kafirliyi gətirər insana. Bimə'na ən yəkunəl insan kafirən bi kulli şərai vəl ədyan. O insan, bu etiqadı fikrini daşıyan insan bütün şəriətlərə və bütün dinlərə kafir olar. Çünki sanki Əllamənin nəzərində xristianlıqda da, yəhudilikdə də, digər səmavi dinlərdə də göy cisimlərinin yerdəki hadisələr təsiri nəhy olunub, qadağan olunub. Buna görə əgər bir insan bu əqidəni başına daşıyarsa, küfrül mütləqə mürtəkib olmuş olar. Yəni bütün səmavi dinlərə, bütün şəriətlərə kafir olmuş olar. Və bitəmami əl-əhkam və bütün hökmlərə kafir olmuş olar. La ennəv kafirun bi ba'diha, lakin kəmən ənkərə nübüvvətər Rəsulü Əzam sallallahu aleyhi və səlləm. Nəinki deyib, bəzisinə kafir olur, necə ki, məsələn, xristiyanlar peyğəmbərliyin qəbul emirlər, amma Allahın Allahlığını qəbul edirlər. Yəni, münəccimlərin bu etiqadı ki var, göy cisimləri yerdəki xoşbəxtliyə, bədbəxtliyə, hadisələrə birbaşa müstəqil təsiri var, yaxud da ki, cüz-ülillə kimi təsir edirlər. Bu etiqadı daşımaq insanı mütləq kafir edir. Mütləq kafir odur ki, bütün şəraitlərə, bütün şəriətlərə və bütün dinlərə və eyni zamanda bütün şəriətin bütün hökmlərinə sanki küfr eləyiblər. İntəhə. Və anhu fi mavzəin axar. Yenə də Əllamə Məclisi başqa bir yerdə belə buyurur. Ennəl qavlə bi ennəha illətun failiyyətun bil iradə. Deyir ki, başqa bir yerdə belə deyir ki, buyurur, ennəl qavlə, əgər bir insan belə bir söz desə ki, bi ennəha, yəni əl-kəvakib və hərəkatuha illətun failiyyətun bil iradə. İllə failiyyədir, yəni illə mucidə deyil, mucidə deyil, yuxarıda deyir ki, kafirdir. Yəni nədir? Belə deyir, yəni müəyyən mənada dəxaləti vardır, failiyyədir. Yəni sanki Allah Teala insanı da yaradıb, heyvan da yaradıb, alacağımız, satacağımız əşyalar da yaradıb. Göy cisimlər sanki failədir. Bunlar neynədir? Müqərribədir, bir-birinə yaxınlaşdıran illətdir göy cisimlərində baş verən hadisələr. Faili illət kimi qəbul eləyərsə, onda nə olacaq? Vəl ixtiyar və in təvəqqəfə təsirü ələ şəraitin uxra. Yəni, baxmayaraq ki, bunların təsirlərinin başqa şərtləri də vardı, bunu da qəbul edir. Kufrun, bu da kafirlidir. Və müxalifətun li darurəti din və dinin zəruri məsələsinə qarşı müxalifət eləməkdir. Yuxarıda dedi ki, əgər insan müstəqil təsirini etiqad eləsə, o küfrül mütləqə, yəni bulaşmış olacaq. Mütləq kafirliyə düşmüş olacaq. Amma əgər illə failiyyəsinə etiqad eləsə, onda bu haramdır və kafir olacaq. Yəni mütləq kafir olacaq. Niyə? Çünki zərurət-ü dinə, dinin zəruri məsələsinə qarşı çıxıbdır. Bəl zahirul vəsail, yəni sahibul vəsail, Şeyx Hürr Amili rıdvanullahi aleyh, mühəddis Hürrül Amili. Sahibul vəsail nə deyib? Nisbətə dəvə darurəti din ələ butlanı təncim.
Deyir ki, tənzimin, yəni astrologiya elminin batilliyinin dinin zərurət olmağına etiqad eləyib. Yəni deyib ki, dinin zəruriyyatındandır. Bir var deyə məzhəbin, söhbət məzhəbdən getmir. Yəni bütün müsəlmanlar müxtəlif firqələri ilə hər hansı firqəsi olursa olsun, hər kəs ki özünün peyğəmbərin şəriətində sayıbsa, onlar münəccimlərin çıxartdığı hökmləri batil biliblər. Tənzim elminin, münəccimlik elminin batilliyin zərurəti dindən sayıbdır. Nisbət verir bütün müsəlmanlara. Vəl qavl bi kufri mu'təqədihi ilə cəmi uləmayna. Və deyir ki, bütün alimlərimiz, yəni Şeyx Kuleynidən tutdu ta son dövrün alimlərinə qədər, yəni Vəsail-i Şiənin sahibinə qədər, yəni bir 400 il bundan qabağa qədər, iddia ilə ki, bütün alimlərimiz münəccimlik elminin, bu etiqad əsasında öyrənilən münəccimlik elminin etiqadçılarına kafir adı qoyublar. Onlar elə kafirdirlər. Bi kufri mu'təqədihi ilə cəmi uləmayna. Heysu qal. Qad sərrəhə uləmauna bi təhrimi elmin nücum. Alimlərimiz nücum elminin öyrənilməsinə, onu neynəyiblər? Nücum elmin haram sayıblar. Haramlığına fətva veriblər. Qad sərrəhə, açıq-aşkar fətva veriblər ki, nücum elmini öyrənmək, öyrətmək haramdır. Vəl əməlu biha, və onu əməl eləmək də haramdır. Və bi kufri mən i'təqədə təsirəha, və hər kəs nücum elminin təsirini etiqad edib, sonunda kafirliyinə fətva veriblər. Əv mədxəliyyətihə fit təsir, yaxud da ki, onun təsirdə cüz'ül illə olmağına etiqad ediblər. Deyiblər ki, Allah bir hissəsidir, təsirin bir hissəsi də göy cisimləridir. Yəni Allah sanki şərik qoşublar. Filan kəs niyə xoşbəxt oldu? Deyir ki, 50% Allaha qayıdır, 50% filan ulduzuna qabaq-qabağa dayanmağına qayıdır. Ona görə xoşbəxt olmadı, ya xoşbəxt oldu, bədbəxt olmadı, ya bədbəxt oldu, hər hansı bir nisbət verirlərsə, yarısını deyə Allaha nisbət verir, yarısını da ulduzlara. Bir fərqi yoxdur, yenə də kafirdir. Və zəkəru ənə butlanə zalikə min daruriyyəti din. İntəhə. Və zikr eləyiblər, yəni şiə alimləri, fəqihlər təsrih eləyiblər, açıq-aşkar deyiblər ki, bunların batilliyi gün kimi aydın məsələdir və dinin zəruriyyatındandır. Yəni münəccimlərin verdiyi hökmlər ki var, ya müstəqil təsirindən danışıblar, ya cüz'ül illə olmağından, bunun batilliyi dinin zəruriyyatındandır. Hər bir müsəlman bunu qəbul edib. İntəhə. Bəl yazhər minəl məhkən İbn Əbil Hədid. Deyir, hələ bu harasıdır? Biz ki, bunların gətirdiklərimiz Seyyid Mürtəzadan tutdu ya Sahibül Vəsailə qədər 5-6 dənə alimin adını çəkdi. Bunlar şiə alimlərdirlər. Təkcə şiəyə məxsus deyil bu söz. Hətta İbn Əbil Hədid ki, Mütəzili alim idi, nə bilim 700-800 il bundan, bəlkə 900 il bundan qabaq yaşayıb və Nəhcül Bəlağəndə ən gözəl şarihi elə həmən o İbn Əbil Hədid. İbn Əbil Hədid deyir ki, bəl yazhər minəl məhkən İbn Əbil Hədid. İbn Əbil Hədiddən nəql olunan kəlamın zahirindən başa düşülən budur ki, ennel hukmə kəzalikə ində uləmə əl-ammə aydan. Sünni alimlərin yanında eyni sözdür. Necə ki, şiə fəqihləri münəccimliyi oxumağı, öyrətməyi, onu əməl eləməyi, etiqad eləməyi haram biliblər və o etiqadı başında, fikrini daşıyan insanları kafir biliblər. Eyni həmən söz deyir ki, sünni alimlər eyni sözü deyibdir. Heysu qalə fi şərih Nəhcil Bəlağa. Nəhcil Bəlağanın şərhində belə buyurur. İnnəl ma'lum darurətən minəd-din, dindən zəruri şəkildə, yəni qəti şəkildə heç bir şübhə olmadan məlum olan budur ki, ibtalu hükmin nücum, münəccimlərin göy cisimlərinə söykənərək verdiyi hökmlərdir ki, filan şey bu cür oldu, həm xoşbəxt olacaqsan, bədbəxt olacaqsan, nə olacaq, nə olmayacaq, xeyirdən, şərdən. Bütün bunları batil biliblər və dinin zəruriyyətindən sayıblar və təhrimul i'tiqad biha, və onu etiqad eləmək haram biliblər. Və nəhi və zəcr ən təsdiqil münəccimin, nəhi eləyiblərdir, sünni alimləri, zəcri qadağan eləyiblər ki, münəccimlərin sözünü təsdiqləməyin. Münəccimlərin sözünü təsdiqləməyi nəhi eləyiblər, qadağan eləyiblər. Və haza mə'na qavlu əmiril müminin Ali aleyhisselam fəmən saddəqəkə bihəzə fəqəd kəzzəbəl Qur'an. Buna görə də Peyğəmbər Ali aleyhisselam buyurur Nəhcül Bəlağədə ki, hər kəs sənin sözünü təsdiqləsə, münəccimə deyir. Onda kəzzəbəl Qur'an, Qur'anı təkzib edib, Qur'anı yalancı sayıb. Ya səni qəbul etməli, ya Qur'anı. Əgər sənin sözünü təsdiqləsə, ey münəccim, əgər bir müsəlman sənin sözünü təsdiqləsə, o dindən çıxar.
onda Quranı təkzib, yalancı saymış olacaq. Vəstəğnə anil istiyanə billah. Allaha sığınmaqdan özünü qəni görmüş olacaq, ehtiyatsız görmüş olacaq. Çünki insan hər bir çətin işində, hər bir problemdə Allah sığınmalıdır və xeyri də, şəri də Allahdan gözləməlidir. Əgər Allahı qoyub kənara, ulduzların hərəkətindən xeyir, şər, nə bilim, ziyan, zərər, nə gözləyirsə, bütün bunlar hamısı Allaha istinad etmək, Allaha sığınmaqdan ehtiyatsızlığa aparıb çıxardar. Bu da ki, kafirlikdir. İntaha. Buna sözü qutardı. ثم لا فرق يأتي إن شاء الله. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين.